Mən sənə birinci sualı belə başlamaq istəyirəm. Buyurun. Nə danışdın, nə şərt qoydular sənin qabağına bu notebooku almaq üçün? Mən əvvəlcədən öz valideynlərimdən istəmişim ki, mənə notebook alsınlar. Öz notebookum biraz köhnədir, əl vermir də bəzi şeylərə. O bir il bundan qabaq bizdən aldığın notebook, yoxsa Xeyr, o başqası? onu dostum almışdı. Ha, onu dostun almışdır. Bu ikinci notebookdur ki, bizdən Bəli, alırsınız da, sizdən alırıq. düzdür? Sonra elə axır vaxtları valideynlərimə biraz dedim ki, yəni kodlaşdırma öyrənmək istəyirəm, proqramlaşdırma öyrənmək istəyirəm, oyun oynamaq istəyirəm. Yəni güclü bir notebook istəyirəm. Onlar dedilər ki, yaxşı, elə bu günlərdə qismət bu günlərmiş gəldi, elə seçdiyi aldıq. Müəyyən bir şərtlər qoyur da valideynlər də, həmişə övladlarına ki, məsəl üçün, yaxşı oxumalısan, beləməlisən, saçla bağlı məsələni bilirəm, məsəl üçün, saçı biraz azaltmalısan falan. Sənə əlavə nəsə şərtlər qoyuldu, yoxsa Bəli. mən belə borçdan məsəl üçün, sənin üzündən baxanda belə, üzündən elə oxuyuram ki, sən zaten belə deyək ki, dərslərin də məncə yerindədir, Bəli, hazırlanan da normal şəkildə gelirsən. Neçə sinifdə oxuyursan? Mən 8-ci sinifdə oxuyuram. 8. Bəli. Və bu kiber təhlükəsizlik, sonra proqramlaşdırma deyirsən, ora hardan həvəs yarandı səndə? Məndə həvəs daimi olmaya yarandı. Onun kompüteri var idi, o kodlaşdırma edirdi. Mən də ondan gördüm, həvəsim yarandı. Maraqlı bir şeydir. Maraqlı bir şeydir. İstədim öz proqramı, öz oyunumu inkişaf elətdirim. Yəni özümə məxsus bir şey çıxardım ortaya. Yeni bir özü icra etdiyin oyun deyil Bəli, də. oyun deyil. Yəni özümə məxsus olan bir şey çıxartmaq istəyirəm də ortaya. Ona görə də bu günlərim Gəldi inşallah. Məhməd nə aldı bizdən? Elə belə bir şey almadı. Sən demək olar ki, MSI notebooklarının belə deyək ki, şahı sayılan, düzdür, şahı Titandır. Bəli. Titan qədər keyfiyyətli olan MSI aldım bizdən Vector 16. Bəli. Yəni bu notebook barəsində bizi izləyənlərə məlumat verək ki, bu notebookun bacara bilməyəcəyi heç bir iş yoxdur. Yəni istənilən işi, ən ağır proqramlaşdırma işləri olsun, kodlaşdırma və s. və l-axır bütün işləri görə bilən notebookdur MSI Vector 16. Nəyə görəsini deyə, çünki burada özün bilsən Intel Core Ultra 7 prosesor durur. Yeni nəsilli, özü ikinci nəsilli. Operativ yaddaşda 32 GB-dır, 1 TB M2 sürətli SSD-si var. Ekran 16 düymdür, 2K-dır, həm dizayn işlərində də sənə belə deyək ki, əlverişli olacaq 2K olması, eyni vaxtda ki 240 Hz-dir. Ondan başqa videokartanı demədik biz burada, videokartanı demədik söylətməmsə, burada V2 bir videokarta dayanıb RTX 5070 Ti 12 GB. Sən əslində gəlmişdin biraz aşağı konfigurasiyanı seçməyə. Mən 50-68 GB nəzərdə tutmuşdum. 50-60-dan hətta. Bəli. Sonra sağ olsunlar valideynlər. Biraz məsləhət verdim sizlə də. Biraz da dəstək oldular. Bəli. Biraz da sən sözlər verdin ki, belə olacaq, belə olacaq yəqin ki. Bəli. Aldılar 5070 Ti 12 GB-lıq super bir notebookdur. Metal və plastik qarışığından ibarətdir. Ümumi korpus soyutma sisteminə söz ola bilməz. Çox iri, böyük, həm yan hissələrindən, həm arxa hissəsindən havalandırma sistemi də mövcuddur burada. RGB işıqlı, pasvetkası və s. Yəni bu notebook barəsində çox danışmaq olar. Qısa olaraq demək olar ki, bu notebooka kim sahib oldu? Yəni sən sahibi olmusan. Bəli. Başqalarında qismət olsun deyək. Bu notebooka sahib olanlar ən ağır işlərin hamısını görə bilərlər. İstər proqramlaşdırma sahəsində, istər kiber təhlükəsizlik və s. Dizayn, montaj işləri və eyni zamanda təbii ki, oyun. Oyun sevirsən yəqin ki. Bəli, sevirəm. Hansı oyunlar beyində var? Ən çox sevdiyim məsəl üçün deyək ki, bax, getdin evə, bilirəm ki, oyun mütləq şəkildə yüklənəcək. GTA, ondan sonra GTA. Call of Duty ola bilər. Shooter oyunları. Bəli, Valorantdır falandır. FPS oyunlarını daha çox. Məncə sən burada maksimum həzz alacaqsan, maksimum dəyərs alacaqsan. Yaxşı, bir dənə də sualım var sənə ki, Buyurun. İnşallah 8-ci sinifsən, bitirdin məktəbi, planlar yəqin ki var. Bəli. Kiber təhlükəsizlik falan, proqramlaşdırma bunları öyrəndin. Gələcək plan nədir? Yəni sırf bu üzrə getmək yoxsa o bir hobbidir sənin üçün? Həm hobbidir, həm də öz işimi qurmaq istəyirəm. Yəni bu sahədə yeni bir yenilik ortaya çıxartmaq istəyirəm də. Əla, mən inanıram ki, sən o yeniliyi çıxardacaqsan. Sonra vəziyyət yaxşı olanda İlqar əmmi onda qocalacaq. Yəni mənə də yada salarsan zəhmət olmasa. Baş üstə. Bəs qəşəng biləydi ki, maaş qazandın, super bir pul qazandın. Əldə bir normal bir ilkin maaşına sən indi valideynlər sənin üçün bunu eləyirlər, nəsə alırlar, köməklik, hər cür dəstək görürlər. Mən belə başlayım, düzdürmü? Sən onlara nə hədiyyə alardın? Mən onlara, yəni onların elədiyi şeylərin qarşılığı ola bilməz də, yəni nə eləsən də Qəşəng. Yəni onların könlünü xoş eləməyə çalışaram da, nə istəsələr. Halal olsun sənə. Mən sən uğurlu arzulayıram. Çox sağ olun. Bundan da
gözəl notebooklar deyəcəm, amma ki, bu özü super notebookdur. Bəli. Və arzu edirik ki, hər kəs kim arzusunda hansı kompüteri, hansı notebooku arzuluyursa, gəlsin, Məmməd kimi iComp'dan əldə eləsin. Məmməd uca artıq ikinci notebooku bizdən əldə edir. Belə, hər birinizə uğurlu arzulayırıq, canınız sağlam olsun, üzünüz daima gülsün, cibiniz də pulla dolu olsun, seçiminiz də iComp'dan olsun. Sağ olun. Sağ olun.